Herkese salam, yeni bir vlogda hoş gördük her birinizi. Bugün video çok özel ve muhteşem bir haberle başlayırıq. Artıq 2000 nəfərlik böyük bir aile olduk. Məni izleyen, dəstək olan herkese ürəkdən təşəkkür edirəm. Yaxşı ki varsınız. Bugünkü vloguma toyla başlayıram. Ati və ailəsi olaraq iş yoldaşlarımla bir yerdə toyda olacağıq bugün. Seva ilə Zahirlə bir yerdə gedirəm mən təbii ki də. Həmişə də vloglarımda Sevadan da Zahirdən də danışıram. Həm bir yerdə işləyirik, həm yaxın qonşuyuq, həm də ailəvi dostluq. Toy Əhmədlidə idi, inanırsınız 2 saatdan çox probkada qaldıq. Day səbrimiz tükənmişdi. Yəni hansı bir rayona bəlkə də yaxın rayonlara gedib çatardıq. Nəhayət ki gəldik, çıxdıq toya. Biraz oturduq, yedik, içdik. Doğrudan da toy çox qəşəng keçdi, əla keçdi. Mən shorts videolarda toyda kiçik hissələr paylaşırdım. Yəni ki, hələ ki vlog hazırlayana qədər shorts paylaşdım. Bizdən aparıcılardan Günay da oradaydı, bir yerdəydik. Günay rəqsi ayrıca monitordan çəkdim. Sonra isə bizim kollektivə söz verdilər. Biz də hamımız bir yerdə Günayla getdik. Min maşallah, Allah korusun. Sanki bir almanın iki yarısı. Günay görə bizdən video çəkəcəkdi. O da ki, ona şəkil çəkdirmək istəyən qonaqlar. Ona görə getdi ona şəkil çəkdirməyə qaldı videomuz. Mənə çox adam şərhlərdə yazır geyimimlə bağlı. Mən ailə xaric olan toylarda mütləq geyimə fikir verirəm. Çalışıram ki, mənə rahat olan geyim olsun ki, özümə də rahat hiss edeyim, komplekslər düşməyim ki, kimsə mənə baxdı, narahat oldum falan, diqqət çəkmir. Təbii ki də geyim əxlaq ölçüsü deyil mənim üçün. Əsas mənim rahatlığımdır.
Nəysə, artıq ki toy bitdi və yoldayıq, gəlirik evimizə. Bura isə yasamal yoludur. Doğrudan da bu toyda heç yorulmadım. Evə çatdım, gördüm ki uşaqlar yatıb, bir-iki kuxnada qablarım var idi. Onları da yudum, çimdim, namazlarımı da qıldım, sonra isə yatdım. Gəlib çıxmışam, liftimizdəyəm, qalxıram evə. Makyaj özümləmişim, qalıb makyaj. Dudaq xaric. Vloguma ikinci gündən davam edirəm. 28-dəki böyük ezivakıya gətirmişəm uşaqları. Mən uşaqlara geyimləri həmişə buradan alıram. Bu neçədir? Bu, не знаю. 33-dür. 32-dir даже. Nilay belə birində tutmuşam, 35. Bu da qəşəydir də. Şortla falan giyməyə, hər şeylə gedər. Daldır şalvarı bu biraz. Fıram. Değerli müşterilerimiz, LCY 2 iki mağazalarımızda karşılaştığınız her hansı problem ile bağlı şikayet ve tekliflerinizi mağaza müdürü Notu manatda mı bu? 25 manatda. Qiymət də tərəfəyə qəşəydir bu, mənə xoşuma gəlir. Мне понравилось. Bəyənmədin? Понравилось. Hə, qoy bura. Ay, düşdü bura. Ne kadar Düşdü. Makdonusdan ancaq fil alırıq. Biz iyrənirik Makdonusdan, hə Nilay? Hə Nilay, burger yeyirsən? Niyə? Это противно. Нет, спасибо. Почему? Amerika'da ya da hansı ülkeden orada diş tadı var. Şanlı için. Uşaq ətindən deyirlər olur, ona görə Nilay boykot eləyibdir. Malades sənə. Bir də həmçin mən də. Görək hara kimi dözəcəyik. Nəfili bir də ketçup. Ama bir de sok. Soku almadıq da. Barmağı batırmadı, min dənə yerə vurmuşsan əli. Mən də yiyeyim. Можно Rahim? Ama hiç bilmiyorum ki. Ancak onu Bu ketçup nədənsə qırğın düşdü. Tam yetmiyor. Все. Ha zehlem getireyim. Siləlim. Zehlem yediremem olmuşsun ketçup. Bu da mənim LCY2-dən aldığım alışverişimdir, daha doğrusu uşaqlar üçün. İstədim sizə də göstərim nələr aldım. Belə bir Rahimə ayaqqabı almışam, 25 manatdır. Rahim özü istədi, Nilay götürdüyümə görə belə bir şey istədi. Bu belə. Sonra Nilaya belə bir ayaqqabı aldım. Əslində o qızıl rəngi istəyirdim, sadəcə qorxdum ki, ayağına balaca olar. Buna görə də bunu aldım, 35.99. Demək olar ki, 36 manata belə bir ayaqqabı aldım. Deyirəm, maşallah qızımın ayağı ucu böyüyüb, buna baxın. Nilay artıq 35 geyinir. Belə bir ayaqqabı. Sonra alt paltarı götürmüşəm. Üçü bir yerdə, 10 manatdır üçü bir yerdə. Belə ayaqlı alt paltarıdır. Nilay üçün götürdüm. Sonra Nilaya belə bir kofta götürmüşəm. Dəbdədir də belə. Ceri. Belə bir kofta 15 manatdır. Belə bir şey. Sonra belə bir dənə də futbolka götürdüm. O xoşlayır futbolkalar giyinməyə. Belə bir dənə də sadə futbolka götürdüm. Bu da 10 manatdır. Arxası da belə şəkillidir. Əsl yay vibe verir. Sonra Rahimə belə bir paltar götürdüm. Buna neçəyə aldım, yadımdan çıxıb. 15 manata bunu Rahimə götürdüm. Sonra Nilaya belə bir yubka götürdüm. Nilay ümumiyyətlə xoşlayır belə nazlı, belə qız paltarları da əsl xanım xatın geyinlər sevir. Ona belə yetli yubka götürdüm. Bu da yay vibe verir, qəşəngdir. Neçə götürdüm. Bu da 15 manatdır. Belə. Sonra ne götürdüm?
Mən sizi bilmirəm. Mən son illərdə Rahimdən sonra, daha doğrusu Rahim ilə hamilə olandan başladı bu məndə. Mən corab geyinirəm. Əvvəllər qəti şəkildə qışda belə corabsız gəzirdim. İndi corab geyinirəm. Bilmirəm, ətim ürpənir pola ayağımı qoyanda. Ona görə corab geyinirəm. Mən də özümə belə bir corab aldım 8 manata. 5 dənədir içində. Gördüyünüz kimi. Belə. Özümə belə bir dənə özümə corab aldım. Başqa bir şey yoxdur. Bitti. Uşaqlar üçün. Qaldım özümə də geyimlər almalıyam. Daha doğrusu ayaqqabı falan alacağım. Bu aralar mənim belə alışverişlərim olacaq. Vloglarımda. Yəqin ki, sizi yormaram bundan. Əgər bəyənirsinizsə, mütləq rəylərdə fikirlərinizi mənimlə bölüşün. Belə. Hələ demişəm, evə gedib qabda alacağım. Bugün uşaqlar üçün elədim. Sabah da özüm üçün alacağım. Kızlar, saçıma maska eləyirəm. Gördüyünüz kimi yenə badam yağından mən. Yadınıza gələrsə vloglarımda bölüşmüşdüm. Buna başlayanda. Bunun bir flakonunu bitirmişəm. Bu artıq ikincidir. Alıram. Vlogumda göstərmişdim sizə ki, mən bunu tələbə vaxtlarında istifadə edirəm. Uzun illərdir ki, istifadə edirəm bu maskanı. Saçım uzanmağı, qırılmağına qarşı çox xeyirdir və tərkibində gel vitamini var. Ona görə də baş dərisində qidalandırır, kəpəkdə qarşıdır, sonra deyir tökülməyidir, saç qırandır. Bunlar hamısına çox xeyirdir. Həm baş dərisinə xeyirdir, həm də saçın özünə xeyirdir. Bir dənə də belə bir şey, bunu təzəlikcə öyrənmişəm. Hansı ki, biz saçımızı yuyub qurudandan sonra, məsəl üçün saç yağı vururuq da, adi hansısa bir firmaların yağını vururuq. Onu vurmağa ehtiyac yoxdur. Bunu da 2-3 damcı ovucunuza badam yağı damcıladırsınız. Sonra onu saçınızın ucuna vurursunuz. O da saçı gün ərzində parlaq eləyir, həm də ki, saçı qırılmağına, sərtləşməyinə qoymur. Yəni bu da çox qəşəng bir üsuldur. Onu bilmirdim. Bundan sonra istifadə edəcəm. Əvvəllər mən pantin yağını istifadə edirdim. O da bitibdi. Açığı heç almamışam yağ. Badam yağından istifadə edəcəm. Mən saçım yadınızda buradan idi. Sonuncu dəfə də kəstirdim. Aprel ayının əvvəllərində, bax buradan idi. Aprel idi, may idi, aprel ayının əvvəllərində. Buradan idi. Əvvəl də deyildi, yox. Hardasa ortaları da belə. Yəni 2 ay deyildi heç saçımı kəstirdiğim buradan idi saçım. İndi saçım görürsünüz bu qədər uzanıbdı. Belə. Mən açığı elə uzun saç xoşlamıram. Sadəcə orta ölçüdə olmağını istəyirəm. Niyə? Mən çünki əvvəllər saçımı belə yığırdım, ucunu hörürdüm, belə cürbəcür saç şeyləri edirdim də formalı. İndi bu saçım çox qısalıbdır deyə o üsullardan istifadə edə bilmirəm. Ona görə dedim qoy biraz saçım uzun olsun. Gördüğünüz gibi belə. Belədir. İndi hardasa 40 dəqiqə saxlayacağım bunu. Sonra isə saçımı yuyacağım, qurudacağım, ucuna da yağ vuracağım. Badam yağını vuracağım. Mütləq istifadə edin. Qiymətə də baxın, üstündə də aptekdən almışam. Kosmetik olan badam yağıdır. Ona fikir verin. 1 manat 50 qəpikdir. Görürsünüz qiyməti. 1 manat 50 qəpiyə də alın, istifadə edin. Həm ucuz, həm ki faydalıdır. Mən o saçımı Elbəyin studiyasında rəqm etdirəm və illərdir Elbəyin yanına gedirəm. 2020-ci ilin fevral ayından gedirəm. Ad günümə yaxın idi. Getdim saçımı açdırdım. Özü Turanla getmişdik. Onda Fatimənin studiyasında işləyirdi. Rəqqasə Fatimənin. Elə tanışlıqla getdim, çıxdım. Düzdür, danışımı elədim. Sadəcə olaraq saçımı açdırmağa çox qorxurdum. Ana rəngi idi. Qorxurdum ki, saçım piskinə qalar. Ona görə bir tapşıra dəqiqləşdirib getmişdim. Və o gündən bugünə mən Elbəyin yanına gedirəm. Hər il, ildə bir dəfə gedirəm. Saçımda elə o rəngliyib. Orada da mənə soruşur ki, işləri daha doğrusu soruşdu ki, saçınızı nasıl vurursunuz? Deyirəm, hə, deyirəm, deyirəm, badam yağı vururam. Deyir, xeyrin görürsünüz, deyirəm, əlbəttə. Yəni orada da şeylər var, axı, nədir, saç üçün baxımlar var idi. Ona görə məsləhət görmək istədilər. Dedim, yox, mən badam yağından çox razıyam. Saçımı çox yaxşı saxlayır həqiqətən də. Teboda işe gedən adamam, hər gün işe gedirəm, hər gün saçımı fenləyirdim, vururdum, əvvəllər daha çox eləyirdim. İndi biraz istirahət verirəm saçımı, düzdür deyirəm. Hər saçımı, hər dəfə saçımı yandan sonra qəşəng fenləyirəm. Neysə ki, belə. Kanalıma abunə deyilsə, mütləq kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Artıq kanalımız gün-gündən böyüyür və biz artıq 2000 ailəni keçirik. Bunun üçün də xüsusi sevinirəm və başa düşürəm ki, mənim əziyyətim, əməyim itmir. Bu daha da mənə motivasiya eləyir. Siz də mənimlə qalın, mənə dəstək olmağı unutmayın. Və budur qızlar, saçımı yudum, ucuna da yenə qurudandan sonra yağ kimi badam yağından vurdum uçlarına ki parlaq qəşəng görsənsin. Oradan da saçım gördüyünə gözəl parıldayır.
və canlandı. Mən badam yağından saçımı belə qoruyub saxlayıram, siz belə eləyə bilərsiniz. Burada mənə avtobus dayandı, orada mənə baxdılar. Sizə çəkilim. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.